Bugün xüsusi bir gündür, çox əzəmətli bir gündür. Bir ay ərzində ibadət edən insanlar bugün Allah'tan mükafatlarını alırlar. Peyğəmbərimiz buyurur ki, elə ki bayram günü oldu, bir carçı göydən nida eləyər, yəni bir mələk nida eləyər. Ya eyyuhəl mu'minun, uğdu ilə cəvaizikum. Ey möminlər, ey iman gətirənlər, mükafatlarınızı almağa tələsin. Bugün oruç tutanların, ibadət edənlərin mükafat aldığı gündür. Bu bir ay ərzində xeyir işlərdə bir-biri ilə yarışan insanlar bugün nəhayət ki gözlərini Allah'ın fəzlinə, rəhmətinə dikiblər. İnsanlar Allah'ın rəhmətinə sığınıblar və Allah'tan öz hacətlərini gün ərzində istəyəcəklər. Allah da heç kəsdən nemətlərini əsirgəməyəcək. Çünki bugün xüsusi bir gündür, bugün bayram günüdür, oruç tutanların, ibadət edənlərin mükafat aldığı bir gündür.